İki nəfər gəlmişdi. Biri köhnə tanışımız Xosrov Miriyev, o biri də ki... O birini deyəsən mən Xosrovla qayıqda görmüşəm. Ancaq qəti deyə bilmərəm. Ev ikincisinin şəklini çəkmək mümkün olmadı. Fəndin baş tutub. Burada kimsə səhvə yol verib. Kim? Rüstəm? Rüstəm yox, Şirinov. O həddindən artıq ləkəsiz görünməyə çalışıb. Həmin ünvana özü geçsəydi, Rüstəmin bütün şübhələri boşa çıxacaqdı. Hə, qızın əziz əmisi olduğunu unudub. Yaxşı, sonra, bəs qız hanı? Hər işin yaxşıdır, amma qıza gələndə vaxtın gətirmir. Mənə elə gəlir ki, biz bəzi nəticələr çıxara bilərik. Yəqin etmək olar ki, şəhərdə gizli sex var. Kazımlı da həmən sexdə tikilən kənar malları bu dəfə Maxaskala yaparmış. Ələ keçməsinə 1-2 saat qalmış, ölüb. Daha doğrusu onu öldürüblər. Biz bugün müəyyən qrupa daxil olmuş cinayətkarların arasındakı münasibətləri aydınlaşdırdıq. Miriyev, Şirinov, Əminə. Yeri gəlmişdən onun Şıxova getməsi heç də təsadüfi deyilmiş. Avtobus biletləri göstərir ki, o ora qarlı boranlı günlərdə də gedirmiş. Bu da o deməkdir ki, Əminə dəniz kənarına sadəcə gəzməyə getmirmiş. Neysə, hələ açılmamış düyünlər çoxdur. Mən ancaq onu bilirəm ki, Əminə yoxdur orada. Axı mənə ünvanım ilişmir. Aldadıblar səni. 3 aydır ki, orada işim yaşamır. Ev sahibi xarici ezamiyyətdədir. Deməli biz ilişmişik. Biz çoxdan ilişmişik. Elə o gecə rəhmətli Kazımlı ölən gündən. Yavaş. Bunlar bilmir. Yox. Bunları heç cür başa sala bilməzdim ki, bizim başqa yolumuz yoxdur. Kazımlı hamımızı tanıyırdı. Məni Əminənin dərdi alıb, yazıq qız. Ancaq sənin ağlına gələ bilərdi ki, qızı salasan bu zibilə, özü də onun göz qabağında... Yaxşı, Emin. Bu saat özün dedin ki, başqa çıxış yolumuz yox idi. Hələ sən qorx keç, bundan sonra da olmasın. İndi də mənim qayığımı güdürlər. Hələlik bütün işləri dayandırmışıq. Əllərində əsaslı bir dəlil yoxdur. Bəs Əminə? Əminə onlara heç nə deməz. Hə, nə qədər ki tutulmayıb. Əminəni tapmaq lazımdır. Bunlar necə? İnanırsan ki, bizi satmazlar? Onlara heç nə deməyəcəyim. Paylarını həməşə kim alacaqlar? O vaxtacan ki, işləri sağmana salaq.